Gürcüstanda uşaq yoxsulluğu illərdir ki, ciddi sosial problem olaraq qalır. Dövlət proqramlarının həyata keçirilməsinə baxmayaraq bu problemin həlli mümkün olmayıb. Əksinə vəziyyət daha da ağırlaşıb. Əgər bir neçə il əvvəl hər 5 uşaqdan biri mütləq yoxsulluq şəraitində yaşayırdısa, son məlumatlara görə artıq hər 3 uşaqdan biri yoxsulluq şəraitində yaşayır. Sosial Xidmət Agentliyinin 2025-ci ilin avqustuna olan məlumatına əsasən 18 yaşadək 278.628 uşaq sosial yardım alır. Milli Statistika Xidmətinə görə bu yaş qrupunda ümumilikdə 880.633 uşaq var. Ümumilikdə ölkədə 708.764 nəfər sosial yardım alır. Onlardan 465.570 nəfər yalnız yaşayış minimumlu yardımı alır. 243.194 nəfər isə məşğulluğa dəstək proqramında iştirak edir və 4 il ərzində sosial statuslarını qoruyurlar.